sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən olunan kateqoriyadan olan başqa vətəndaşlara da dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək. Turkistan az məlumat verir ki, bu Prezident İlham Əliyevin təsdiqlədiyi mənzil məcəlləsinə olunan dəyişiklikdə əksini tapıb. Nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan başqa vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. David Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunub. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Əlavə edək ki, Yusuf Əliyev 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. 1998-2002-ci illərdə Türkiyənin Ege Universitetində jurnalistika üzrə bakalavr təhsili alıb. Qazi Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsində magistr, Ankara Universiteti Beynəlxalq Münasibətlər Fakültəsində doktorantura dərəcələrinə yiyələnib.